Əlilliyin qiymətləndirilməsi yeni qayda həyata keçiriləcək. Yeni sabahın məlumata görə Nazirlər Kabineti bu barədə qərar verib. Əlilliyin qiymətləndirilməsi qaydasına olunan dəyişikliyə əsasən şəxsin əlilliyinin müəyyən olunması və əlilliyin müəyyən olunmasından imtina olunması haqqında qərarlarda elektron hökumət informasiya sistemi üzərindən təqdim əldə edilə bilər. Bu qərarlarda göstərilən məlumatların elektron hökumət informasiya sistemi üzərindən təqdim olunması həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Yeni ildə ardıcıl 5 gün iş olmayacaq. 2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən Azərbaycanda sonuncu qeyri-iş günü 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günüdür. 2026-cı ilin 1-2 yanvar tarixləri isə Azərbaycanda yeni il bayramı ilə bağlı qeyri-iş günləri olacaq. Müvafiq olaraq bu tarixlər cümə axşamı və cümə gününə təsadüf edir. 3-4 yanvar isə şənbə-bazar günləri olduğu üçün yeni ildə 31 dekabr 4 yanvar tarixləri qeyri-iş günü olacaq.